Qabiliyyət imtahanlarında iştirak etmək üçün DİM-in internet saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlərin qeydiyyatı səhifəsinə daxil olun. Açılan səhifədə Daxil ol düyməsinə basın. Şəxsi kabinetin istifadəçi adını, yəni şəxsiyyət vəsiqəsinin PIN kodunu müvafiq sahəyə yazıb növbəti düyməsini basın. Sonra Davam et düyməsini basın. Səhifədə yaşıl rəngdə olan qabiliyyət komissiyasında qeydiyyatdan keç hissəsinə daxil olun. Təhsil səviyyəsi hissəsində ali təhsil müəssisələri və ya orta ixtisas təhsil müəssisələrini seçin. Daha sonra seçdiyiniz istiqamətə aid olan komissiyanın kodunu seçib və qeydiyyata al və təsdiq et düyməsini basın. Ərizədə düzəliş etmək və ya onu ləğv etmək istəyirsinizsə, seçiminizin qarşısındakı sil düyməsinə basa bilərsiniz. Bu zaman sizin şəxsi kabinetinizdə olan mobil telefon nömrəsinə kod göndərilir. Həmin kodu daxil edib seçiminizi silə və ərizəni yenidən doldura bilərsiniz.